Hellolar olsun herkese. Salamlar, salamlar, salamlar. Bir neçə vaxtdır podcastın başını buraxmışdım. Ümumiyyətlə sosial şəbəkənin də başını buraxmışam. Düşünürəm həyatı, yeni qərarlar alıram. Bilmirəm, fərqli şeylər düşünürəm həyat haqqında. Ümumiyyətlə çoxlu şeylər baş verib. Sonuncu Spotify neydi? Sonuncu podcast'ten indiyənə kimi. Spotify'da da kanal açmağı düşünürəm. Sadəcə bilmirəm Azərbaycanda o keşfətə düşürmü ya yox. Çünki mən bildiyim qədərilə Azərbaycanda çox adam yoxdur da Spotify işlədən. Əslində mövzum yoxdur bu günə. Yəni xüsusi bir mövzu ilə açmadım. Ümumiyyətlə bu dəqiqə kravatda yəni uzanmışam. Birdən belə mənim kafama əsdi. Türklər demiş. Podcast videosu eləməyə, podcast seansı etməyə düşündüm. Bilmirəm nə haqqında danışım, amma mən düşünürəm ki, bugün sadəcə beynimdən keçən beyin axışı, düşüncə axışımı burada tökəcəm. Bilirsiniz, bu aralar həyat haqqında çox düşünürəm. Kaş düşüncələrimi söyləyə bilsəydim zat. Hərdən düşünürəm ki, məsələn, doğrudan biz əlimizdə olan şeylərin qədrini bilmirik. Manifest videosuna baxırdım bayaq. Və manifest videosuna baxmağı da dayandıracağım. Çünki adam kind of paranoid olur. Yəni spiritual psychosis yaşayır bir müddətdən sonra. Deməli, həm də ki köhnə 2017-dən 18-dən olan Instagram storylərimə baxırdım da, yaddaşda arxivdə olan. Gördüm ki, yəni o zamanlar arzuladığım, bilmədən manifest etdiyim hər şey bu dəqiqə mənim reallığımdır. Və o vaxtı düşünürdüm ki, bu əldə eləyəcəklərimi rahatlığını əldə eləsəm, istədiklərimi əldə eləsəm, rahatlıq tapacağam. Amma here we are. İndi də başqa şeylər istəyirəm. Və düşünürəm ki, başqa şeylər istədiyim o yeni şeylər alınsa rahatlıq tapacağam. Halbuki əslində anı yaşamaq önəmlidir. Yəni bunu anladım ki, anı yaşasaq, bəlkə də o anda xoşbəxt olsaq, future nostalgiya yaşamarıq. Yəni necə deyim? Vaxtında başqa ölkədə yaşamaq istəyirəm, nə bilim, azad olmaq istəyirəm, rahat özümü ifadə etmək istəyirəm, istədiyim yerdə qıyılanmaq istəyirəm, gəzmək istəyirəm deyə düşünürdüm. Onlar olsa xoşbəxt olacağımı düşünürdüm. Okey, xoşbəxt oldum ayağından, deməyim ki, depresiya da deyiləm, xoşbəxtəm. I am agradecida, İspanlar demiş, yəni I am grateful for that. But İndi isə daha çox başqa şeylər istəyirəm. Yəni çünki biz insanıq və istədiyimiz, yəni həyatda ancaq bir şey əldə edeyim qurtarda olmur da. İnsan hər zaman yeni o oyun kimidir də. Yəni yeni missiyalar açılır insan həyatında. Və indi də həyatımda yeni missiyalar var ki, onlara doğru getməliyim. Yəni okey, gəldim xaricə oturdum, nə oldu ki? Elə yaşayışdansa, yəni nə bilim, başa düşdünüz, yəni ümid edirəm başa düşürsünüz. Və biz insanlar olaraq neblagodarnaya petuklar olduğumuz üçün əlimizdə olanların qədrini bilmirik. Amma əlimizdə olanların qədrini bilsək və bu frekansda yaşasaq, bəlkə də həyat daha çox xoşbəxt olar. Yəni bizim üçün. Yəni qırıq Azərbaycan cümlələri ilə podcast. Özüm belə hərədən deyirəm ki, başqası mənim qulağına nə başa düşəcək bu cümlələrdən. Neysə, bu by the way gələ pediküra gedim. Manikür pedikür elətdirməliyəm. Neysə, bu belə. Həyat haqqında başqa şeylər nə düşünürdüm? Deyirəm ki, doğrudan həyat yəni budur. Yəni kosmosda, yoxluğun içində bir dənə planet fırlanır. Bir dənə daş fırlanır. Və biz onun üstündəyik, çox balacayıq
Və oturup ne bileyim şey düşünürük. Kolekvum imtihanıydı neydi aslında? Kolekviyum. Kolek Kolezyum. Neydi o imtihanın adı? I don't understand. Kolekviyum idi. Kalekum. Kolezyum. No, az ne bileyim neydi? Komette yazın bir yapıçılık. Neyse de okey imtihan düşünürük. Ne bileyim ayakkabı ne renginde alım düşünürük. Aa, ne bileyim o kadar şey kommentlerde birbirimizin ağzına söylüyor. Birbirimize nifret kommentler yazdık. Mesela böyle şeyler niye var? Oturup böyle şey düşünürüm. Şey dine qayıtdım zaten. şey neden onlar değil. Yani bu kadar dünyada bu niye var? Biz niye varıq ümumiyyətlə? Bizim dünyadaki misyamız nedir? Ben bilmirəm bizim dünyadaki misyamız nedir. I wish I could know. Ama onu bilirəm ki, yani bence sadece bilmeliyik ki bu hayat yani bitəcək və xoşbəxt olmalıyıq, istədiyimiz kimi yaşamalıyıq. Çünkü hərdən deyirəm ki, okey, neyse səhv elədim, dünya yenidən fırlanır. Səhv eləmədim də, dünya yenidən fırlanır. Yəni o dramatik reaksiyalara ehtiyac yoxdur. Başa düşürsünüz məsələn. Ay, ne bileyim sevgilimden ayrıldı. Ya sevgilim mənə xəyanət elədi, ay dünyam dağıldı, olmur da. You know, çünkü ne bileyim hərdən deyirəm ki, hayatımdan çoxlu insanlar çıxıb bu il. Və düşünürəm ki, qabaq biraz böyle grief eləyirdim. Sonra dedim ki, ay qız, qıynan. Dünyada adam yoxdur. Bu olmaz, başqasıyla dost olaram. Bu olmaz, başqasıyla sevgili olaram. Həyatda hər zaman belə şeylər oluyor. Və bu həyatın bir şeyidir. Hamımız həyatımız boyu bir-birimizin ətrafında gəzə bilmirik. Və bunu danışanda belə bir şey yadıma düşdü. Sizə juicy bilgiler vereceğim. Juicy bilgiler. Belki de bu bir müddet qabaq, yani bu podcast'ta belki bir neçə ay sonra təzədən podcast paylaşaram. Ama çünkü sosyal şəbəkələrdən uzaqlaşacağım. Bir 6 ay zat mən inzivaya çəkilirəm, rahibə oluram. Bəli, qızlar, gəlinlər, deydemlər və kişilər. Eşidin, bilin. Yani ben sosyal şəbəkədə xoşbəxtliyi tapmadım, ama parkta oturup güneş batımını izlemeden xoşbəxtliyi tapdım, for example. Yani bu kadar spoiler verirəm sizə. Deməli sizə juicy bilgilər deyim. Bəzi dostlarımız vardır, eşidin, bilin. Bəziləri vardır, bəziləri ünvanlı. Deməli qızlar, siz bilirsiniz nə vaxt özünüzdən proud eləyə bilərsiniz. Yəni həmişə proud eləməlisiniz o heç, amma belə nə vaxt ki, bu oldu eləyə bilərsiniz. Nə vaxt ki, görürsünüz ki, kimsə sizi kopyalayır. Bəli, bu o deməkdir ki, you're on your authentic self. Bu o deməkdir ki, sən bir orijinalsan. You're that woman. Sən o qadınsan. Bu qadın o qadın. Ama bu demək değil ki bu yaxşı şeydir. Bence I think it's bad thing. Çünkü məni niye kopyalasın? Mesela dostlarımız vardır, bəziləri vardır. Dost adıyla bizim personality'mizi kopyalayırlar. Bizim game formamızı kopyalayırlar. Bizim sosyal şəbəkə sosyal şəbəkə presence'imizi kopyalayırlar. Bizim elədiyimiz şeyler eləməyə çalışırlar, ama bir şey unudurlar. They can't be us. They can't copy our energy or aura. Mən həmişə insanlara patetik kimi baxıram. Çünki həyatım, sən onu, mənim o ayaqqabımı geyinə bilərsən, amma mənim kimi gəzə bilməsən həyatım. You know what I mean? Yəni, mənim kimi geyinim kopyası geyinə bilərsən. Amma benim yolda gəzəndə verdiyim o enerji avranı, o hamını özünə çəkən, hamını özünə baxdıran magnetik enerjini verə bilərsən və xeyr. Çünki mən bir enerji vampiriyəm. Mən bir magnetic goddess.
mən bir cadugar, queer, bir creature, bir entity, deity'yəm. Yani hayatım. Sen ama insansan. You know what I mean? You're just basic human. You're NPC. You know what I mean? Yani get out. Zarafatsız. Elə insanlar olub həyatımda. Mənim hər şeyimi kopyalamaya çalışıblar, amma zor olublar. Çünki bu insanın öz authentic self'ı deyil. Yəni sən kopyalayaraq dinləməyə çalışırsan, sən xoşbəxt olmayırsan axı. Çünki mən özüm olaraq buyam. Sən isə mənim sadəcə bir iki Çin şeylər vardır. Oradakı kopyam ola bilərsən, ucuz kopyam ola bilərsən, 2 günə qırılacaq materiallardan əmələ gəlmiş bir kopyam ola bilərsən. Elə insanları həyatımdan çıxardıram, for example. Çünki useless, they are so useless. Useless insanlar. Ona görə kopyalamayın heç kimi. Biraz inspiration alabilirsiniz. Inspiration almaq pis değildir. Art dünyasında da, incəsənət dünyasında da inspiration almaq vardır. Və Pablo Picasso bacımızın dediği kimi oğurlaya bilərsiniz. Amma elə oğurlayın ki, bilinməsin. Artistic way oğurlayın yani. Belə glamourcasına oğurlayın. İdeyanı götürün, öz formanızı düzəldin. For example. You know, yəni mən indi papağıma sancaqlar taxmışam deyə sən də papağıma sancaqlar taxmalı deyilsən həyatım. Sən isə o ideyanı götürüb, papağa nəsə taxmaq ideyası götürüb başqa bir şey taxa bilərsən. Bu da sənin authentic self-in bir expression olar. Expression. İspancada ekspresyon. Bəli, məsələn. You know, yəni sən mənim kopyam olanda nə olur ki? Sən elə bilirsən ki, mənim ətrafım, mənə gələn enerjilər, mənə gələn enerji, xoşbəxtçilik sənə də gələcək. Xeyr, çünki sən mən deyilsən. Mən özüm olduğum, özümü embrace elədiyim üçün mən beləyəm. Amma sən məni kopyaladığın üçün. Yəni belə insanlar, qorxunc insanlar da. Onlar sizin bir növ destininizi, sizin enerjinizi kopyalamaq istəyirlər. Amma alınmır, you know. Yəni onlar sizi yox eləyib özləri var olmaq istəyirlər. Çox it's so sneaky. Bu çox sneaky, pis bir şeydir əslində. Çox cındır bir şeydir. Ona görə insanlar həyatınızdan çıxardın. Həyatınızı private eləyin. Ümumiyyətlə həyatımızı artıq bundan sonra yaxın dostlar dediyim insanlara da həyatımı danışmıram. Yalandan informasiyalar verirəm. Çünki gözləri qalır. Sənin üçün yaxşılıq istəyən insan belə gözü qala bilər sənin üstündə. Çünki it's real. Bad luck, evil eye is real. Yəni bir iki şey baş verdi həyatımda. Yaxın dostlarıma danışdım həyecanla falan. Alınmadı. Və yandım, töküldüm, əsəbləşdim. Amma every rejection is redirection deyib yoluma davam elədim. Çünki bilirəm ki, mənim olan mənimdir. Mənim də istimdə var. Rahat otur da qıynan. I'm so happy. Yəni demək istədim odur ki, qızlar private yaşayın. İstədiyiniz eləyin, eləyənə qədər də göstərməyin. Mən o vaxt rəsm kursuna girəndə mənim müəlliməm elə deyirdi belə ki, heç vaxt eləməsən qabaq demə, elə qutar sonra ortaya çıxart. Mən də başa düşmürdüm. Amma indi 25 yaşım olanda başa düşürəm ki, doğrudan həyatda belə şeylər vardır. Yəni İnsanın gözü qalır, ya enerji, çünki sən o enerjini ətrafa yayırsan deyəndə eləməzdən qabaq və sənin beynin onu eləmiş kimi düşündüyü üçün həyatım, elədiyi kimi düşündüyü üçün sən artıq o motivasiyada qalmırsan. Bir növ içindəki alovu söndürür, amma sən onu heç kimə deməyib içində saxlasan, o içində elə bil yanırsan da, qalır alov kimi, sənə motivasiya verir onu eləmək üçün. Başa düşdün nə deyirəm? Yəni onun enerjisel, spiritual tərəfindən başqa psychological tərəfini demək istirdim. Yəni ki, sən beynivi elə bir növ onu eləmiş kimi inandırırsan istəmədən. Onu ki, demək lazım deyil planlarımızı. Yəni mən uzağa nəsə deməkdə yalan şey deyirəm. Məsələn, bundan sonra məsələn belə bir şey deyək. Mən gedirəm dekabrda məsələn evlənəcəm. Yalandan deyirəm ki, biz hələ evlənməyə düşünmürük.
Ya da məsələn evlənirəm, səsimi çıxartmıram. Bir də gördünüz, nə bilirsən, bəlkə də bu gecə mənim toyumdur. Hə, bir də gördünüz şəkil paylaşdım. Çünki sən heç vaxt bilmirsən mənim next move-umu da, yəni you know. Ya deyirəm məsələn, ya Londonda evlənəcəmsə, deyirəm ki, mən Rumeniyada evlənəcəyəm. Hamı da pis enerjisini Rumeniyaya göndərir. Halbuki mən Londonda evlənirəm. You know. Belə çaşdırıram. Belə şeylər eləmək lazımdır. Heç vaxt inanmayın heç kimə vəbşə. Bundan sonra heç kimə də inanmıram. Mən öz əksim, güzüydəki əksimdən belə qorxuram. Bundan sonra heç ona belə güvənmirəm. Cinzat girər güzgün içinə, əksim tərpənər, fərqli. Yəni, you know what I mean? Oturun, meditasiya eləyin, xoşbəxt olun, özünüz əlinizdəkilərin dəyərini bilin. Gündə hər axşam və hər səhər elədiyim bir şey istədiyim 5 dənə grateful olduğunuz şey yazırsınız və o qədər şey çıxır ki, yəni əlinizdəki telefona belə şükür eləyə bilərsiniz. Çünki bəzi yerlər var ki, insanlarda o telefon belə yoxdur. Suyunuz var, şükür eləyə bilərsiniz. Sağlamsınız, şükür eləyə bilərsiniz. Rahat bədəninizi hərəkət eləyə bilirsiniz, şükür eləməlisiniz. Rahat danışa bilirsiniz, şükür eləməlisiniz. Görə bilirsiniz, şükür eləməlisiniz. Hiss eləyə bilirsiniz, şükür eləməlisiniz. Yeməyə yediniz bugün, şükür eləməlisiniz. Üstünüzdə yağış yağanda teço var, teçoda patolog. Şükür eləməlisiniz. Necə deyim, yazı yaza bilirsiniz, şükür eləməlisiniz. Oxuya bilirsiniz, şükür eləməlisiniz. Təhsilə əl çatımlığınız var, şükür eləməlisiniz. Üzündən oxuya bilirsiniz, şükür eləməlisiniz. İnsanlarla danışa bilirsiniz, şükür eləməlisiniz. O qədər həyatda şükür eləməli və o qədər əslində biz dəyərliyik ki, çox unuduruq əlimizdə olan şeylərini, yəni əlimizdə olan şeylərin önəmini ki, biz nə qədər privileged, nə qədər şanslıyıq. Yəni bunu depressiyada olan dönəmlərimdə başa düşmürdüm, amma oturub yazmaqdan başlayandan sonra journaling eləyirəm. Mən dəftərə yazıram, hisslərimi, düşüncələrimi, shadow work eləyirəm, kölgə çalışması eləyirəm, belə şeylər yazıram və düşünürəm ki, doğrudan da həyatda əldə edə biləcəyimiz və əlimizdə olan o qədər gözəl şeylər var ki, biz bunları görmürük. Ancaq negativ şeylərə odaklanırıq ki, ay məsələn, nə bilim, deyim də sənə, ay mənim qarnım var. Amma halbuki düşünmürsən ki, sənin orqanların hamısı sağlamdır. O qarının səbəbi sənin kayfla yeməyindir canım. Bu da deməli yeməyin var. Deməli abundance, varlıq enerjisi. Deməli qıyla kayfa qulluq eləmirsən ki, qarnın çıxıb. It's okay. Qarnını ərtmək istəyirsən, okay, that's okay also. Gör idmana ərit qutarsın, geçsin, əgər özünü daha çox xoşbəxt hiss edəcəksənsə. Amma negativ tərəfdə yox, pozitiv tərəfdə baxmaq lazımdır. Yəni qarnın var, dəyişmək istəyirsən, that's okay. Gör idmana dəyiş, that's all. Amma o demək deyil ki, oturub düşünməsin, ay qarnım var, göt günündəyəm, that's what the fuck is this. Deməməsən, bu niyə belə var? Çünki kayfa qulluq eləmişəm həyatım. Belə var. Hər şey təcrübədir həyatda və ləzzət almaq üçün bu dünyadayıq. Yaprak dökümü Fərhundənin Ali Rızaya 1-ci sezonda dediyi kimi, hər şey bizim üçün bu həyatda. Bəli, hər şey bizim üçündür bu həyatda. 70-80-90 il yaşayırıq maksimum. Onu da mən oturub qarnımı, götümü düşünüb depressiya yaşamaqdansa, özümə dəyər verməməkdənsə, kayfa qulluq eləyərəm, götüm başım çıxarsa, oraya arıqladaram, heç nə olmaz. Zatı bilərəm ki, kayfa qulluq eləmişəm, istədiyim kimi yemişəm, içmişəm, sıçmışam, əylənmişəm. Why not? You know, əslində bəzən düşünürəm ki, bu podcast məsələsini Spotify, ümumiyyətlə pul qazanmaq olsaydı bu podcastdən, bacımız qəşəng bir proyekt hazırlayıb, deməyəm, enerjimiz qalmazsa, onu eləyərdim, araşdıracağım. Sağ olun, salamat qalın, özünüzə dəyər verin, sevin. Və ən önəmlisi, özünüzü sevməsəz, heç kimsə sevməz. Ona görə qlamurkalıq eləyin, bəzənin, düzənin. Çölə çıxanda elə çıxın ki, sanki belə nə bilim, date gedirsiniz. Gözəl, iyili, qoxulu, doxu, o qədər doxuvuram üstümə. Yəni, I am in love with myself. Neysə, bye bitches, öpürəm dındığımızdan.